Bugün dünyanın 50'den çok ülkesinde kanlar tökülür, münakaşalar var, münakaşalar mevcut. There are bloodshed in more than 50 countries of the world. Elbette conflicts bu Sovyet exist. ülkelerinde de bu tür konflikt münakaşaları mevcuttur. Of course, in post-Soviet countries as well, in the least of these countries. Burada ben bir fikri kesinlikle seslendirme I istiyorum. would like to sound my idea strictly in this meeting. Bu münakaşa Ermeni ve Azerbaycan halklarının münakaşası değil. The conflict that between Armenia and Azerbaijan is not a conflict between the Armenian people and Azerbaijani people. Bu global ülkelerin, süper güçlerin maraklarının konfliktidir. This is raised because of the superpowers' interest in the Bu region. bu elbette bu regionda sülhe mane olan müəyyən grupların, grup maraklarının konfliktidir. Of course, in another way, there are some groups' interest that which is making an obstacle in the settlement of this conflict. Elbette burada biz vətəndaş cəmiyyəti olaraq hesab edirik ki, bu prosesdə biz daha çox fəal olmalıyıq. Daha fəal olmalıyıq ki, bu proseslər sonunda bütün konfliktlər danışıq yolu ilə, sülh yolu ilə başa As a part of the world community, would very like also to be very active part of this international community and to be very active as a civil society in the conflict resolution process. Beynəlxalq Avrasiya Mətbuat Fondu 92-ci ildə fəaliyyətə başlayarkən özünün əsas deməli missiyasını sülh üzərində qurmuşdur. When International Eurasia Press Fund was established in 1992, the motto of organization was peace. Bu platformaya həm erməni vətəndaş cəmiyyətləri, eyni zamanda Azərbaycan vətəndaş cəmiyyətləri birgə imza atmışlar. Eyni zamanda bu imza atan qurumların içərisində də Beynəlxalq Avrasiya Mətbuat Fondu var. The platform that I am talking about, the civil society organizations from Armenian side and from Azerbaijani side, they signed this platform, and the IPF one of this organization. Mən düşünürəm ki, bu platforma, yaranmış platformalar daha çox bu münaqişələrin həllində öz sözünü deyə bilər və reallaşmasına dəstək ola bilər. O yüzden də mən sizlərə müraciət edirəm ki, bu vətəndaş cəmiyyəti təşəbbüsünü sizlər də dəstəkləyəsiniz. I think that this kind of peace-like platforms could only stand for the peaceful resolution of the countries. As a civil society organization, I also ask you somehow to support such a peaceful platform. Teşekkür ediyorum. Thank you very much. Thank you.